Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. İndi izah edəcəyim suallar Telegram və WhatsApp qruplarımda paylaşdığım lisey və gimnaziya qəbul ediləcək respublika müsabiqəsinə Lütfüzadə məntiq riyaziyyat olimpiadasına çevriləcək sual tiplərinin izahları olacaq. Əvvəl onu deyim ki, həmin bu videonun da şərhlər bölməsində bu sualların paylaşıldığı Telegram və WhatsApp qrupu linkini paylaşacağım. WhatsApp qrupumuzda müzakirələr bağlı şəkildədir. Sadəcə orada suallar paylaşılır və ya video izahlar paylaşılır. Ancaq bu videonun şərhlər bölməsində yeni açacağımız WhatsApp qrupunun da linkini paylaşacağım. Həmin WhatsApp qrupunda müzakirə qrupu olacaq. Yəni riyaziyyat və riyazi məntiq sualları üzərindən hər kəs bilmədiyi sualları paylaşaraq və yaxud da paylaşılan suallara cavab verərək müzakirə qrupunda aktiv iştirak edə bilərsiniz. Hər kəs üçün açıq olacaq müzakirə qrupumuz. Bugündən etibarən inşallah müzakirə qrupunu da təşkil etməyi çalışacağım. Bununla əlavə onu deyim ki, bu əvvəlcədən də olan lisey və gimnaziya qəbul ediləcək sualların və video izahlarının paylaşıldığı Telegram və WhatsApp qrupları yenə də aktiv olacaq. Orada yenə də suallar paylaşacaq. YouTube kanalımız 5K-ya yaxınlaşır. Hər kəs abunə olmayan abunə olsun. İnşallah bugündən etibarən qəbula qədər lisey və gimnaziya qəbul ediləcək sual tiplərini paylaşmağa çalışacağım. Düz indiyə qədər də paylaşmağa çalışacağım deyərək aktiv şəkildə sualları paylaşmamışam. Bunu bilirəm. Bəzi işlərdən dolayı alınmır, söz verib sözümü dura bilmirəm. İnşallah bugündən sonra yenə də paylaşmağa çalışacağım deyirəm. İnşallah bu dəfə real olaraq paylaşmış olacağım. Sizlər isə abunə olaraq kanalımızın 5K olmasına çalışaq. Bundan başqa burada izləyənlər neçə nəfər olduğumuzu bilmək üçün hər kəs şərhlər bölməsinə yaşıl ürək paylaşsın və bəyən sayını da hər kəs bəyənsin ki, bəyən sayına baxaraq aktiv insanların sayını bilə bilək ki, görək neçə nəfər lisey və gimnaziyalara və Lütfüzadəyə və yaxud da respublika müsabiqəsinə hazırlaşır. Bu sayı bilək. İndi keçək sualların izahına. Şəkildə eni 5x metr, hündürlüyü 3x metr olan taxta bloklar verilir. Yəni burada gördüyümüz kimi en deyərkən burası nəzərdə tutulur. Göylərək dediyim yer 5x-dir. Burası isə 3x-dir. Bundan nedir söhbət? Bu bloklardan 2x-3 dənəsi şəkildə göstərilir kimi üstə yerləşdirilir. Gördüyümüz bu şəkildə 2x-3 dənə taxta var. Yəni məsəl üçün burada 1, bu yassı duran bu 2, 3, 4, 5, 6. Yəni burada nöqtə qoyub gördüyümüz burada 6 dənə var. Ancaq nöqtə olan yerlərdə də taxtalar var. Yəni ümumi taxtanın sayını bizə tam olaraq vermir. İfadə şəklində verilib. Yəni 2x-3 dənə taxta var qeyd olunub. Biz burada bizə deyir ki, buna görə alınan cismin hündürlüyü aşağıdakılardan hansı ilə ifadə edilə bilər? Yəni cavablarımız da ifadə şəklində verilib. Yəni konkret bir ədəd deyil, məsələn 10, 15 falan deyil, ifadə şəklindədir. Çünki taxtaların sayı da ifadə şəklində verilib. Yəni biz ümumi buranın hündürlüyünü istəyirik. Burası sualcağız var. İndi keçək həllinə. Gördüyümüz kimi burada 2x-3 dənə taxta var. Bu taxtalara baxası olsaq, yuxarıdan da baxsaq, yəni dik duran taxta, yəni bu formada duran taxta sayı həm yuxarıdan da başlayan da var, aşağıdan da var. Yəni bu deməkdir ki, 5x hündürlüklü
Bax, burası 5x-dir, yəni bura baxacaq olsaq, bu hündürlük 5x-dir, bu hündürlük 3x-dir. Yəni 5x hündürlüklərimin sayı daha çoxdur. Çünki həm buradan da başlayanda 5x-li taxtadır, bitəndə də 5x-lidir. Yəni 1 vahid daha çoxdur, 5x-li taxtalarımızın sayı. Bunu təyin etmək lazım idi. Yəni biz 2x-3-ü parçalayacaq. 2x-3-ü belə parçalaya bilərik, aşağıdan parçalayayım. 2x-3 belə parçalaya bilərik. Buradan bunu 2x-1 və 2x-2 kimi göstərə bilərik. Əgər biz bu ifadələri tərəf-tərəfə toplasaq, elə 2x, bu çıx 1, bu da çıx 2-də, ikisi birlikdə çıx 3 deməkdir. Həm bu ifadə alınır. Gördüyümüz kimi deməli parçaladıq, oldu 2x1 və 2x2. 2x1 daha çox sayı deməkdir. Çünki 1 çıxmışıq, bu daha böyük deməkdir. Burada 2 çıxmışıq, daha kiçik deməkdir. Biz də dedik ki, daha çox hansı taxtalardandır? 5x vəziyyətində duran taxtaların sayı daha çoxdur. Çünki bununla başlayır, elə 5x-də də bitir. Deməli, 5x-də hündürlük taxtaların sayı daha çoxdur. Biz 5x-li taxtaların ümumi hündürlüyünü tapmalıyıq, hamısını. Məsəl üçün, burada bunlar hamısı bir hündürlükdə. Biz bunların hamısını hündürlüklərini tapsaq, bunun sayını tapdıq. Daha çox x-1 deməli nədir? 5x-li taxtalarımızdır. 5x hündürlük taxtalarımızın sayı x-1 deməlidir. 3x hündürlük taxtalarımızın sayı isə daha azdır. Yəni 2x-2 ədəddir. Buradan oxşarız qoyuram. 3x hündürlük taxtalarının sayı 2x-2 ədəddir. İndi buradakı bu bir taxtanın hündürlüyü 5x-dirsə, biz də sayı necə tapmışdıq? 2x-1 dənə. 2x-1 dənəsinin hündürlüyünü tapmaq üçün nə edəcək? Bir dənəsinin hündürlüyünü vurcuq ümumi saya 2x-1-ə. Yəni, deməli, 5x hündürlük taxtaların ümumi hündürlüyü 5x vurulsun x-1 olacaq. Çünki x-1 dənə ədəd var, taxta var. Digərinin sayı neçə idi? 3x hündürlük taxtaların sayı x-2 dənədir. Ona görə bunların 3x-i də bir dənəsinin hündürlüyü 3x-dir. Bəs 2x-2 dənəsinin hündürlüyü nədir? 3x vurulsun 2x-2 qədər. Yəni, bir dənəsinin hündürlüyünü vururuq ümumi taxtalarımızın sayına. İndi bunları vurub açırıq. 5x-i vurub açsaq, vururam bu x-ə, eləyəcək 5x kvadratı. Sonra 5x-i vuracaq, burada 1-ə. Burada əvvəlcə çıxma var, çıxma yazırıq. 5x-i də bu 1-ə vursam, eləyəcək elə 5x. Sonra 3x-i bunu tapdıq, keçək aşağıda 3x-i vuraq. 3x-i vuram, bu x-ə eləyir 3x kvadratı. Sonra 3x-i vuram, əvvəlcə çıxma var burada, elə bu çıxma buradan yazdım. Çıxaq, 3x vurursun, 2 eləyir neçə? 6x. Deməli, 5x hündürlüklü taxtaların ümumi hündürlüyü, yəni x-1-ə vurdum sayına. Bir dənəsinin hündürlüyü 5x idi. x-1 dənə taxtamız var idi, 5x hündürlüklü. Mən də bir dənəsinin hündürlüyünü elə ümumi 5x hündürlüyü taxtaların sayına vuraraq 5x hündürlüyü taxtaların ümumi hündürlüyünə tapdım. 5x kvadrat çıxılsın 5x. Digərdə 3x kvadrat çıxılsın 6x oldu. Bizdən də ümumi buranın hündürlüyünü sonucur. Biz də hər ikisini toplayacaq. Bu 5x-lilərin hündürlüyüdür, bu da 3x-lilərin. İkisi birlikdə də belə burada verilmiş şəklin hündürlüyü olacaq. Çünki hamısı birlikdədir. Bunlar, bu görürsünüz, yəni hamısı bir yerdədir. Hamısının hündürlüyünü toplamaq lazım. Deməli, alacaq 5x kvadratı ilə 3x kvadratını toplasam eləyəcək 8 dənə x kvadratı. Burada da çıxılsın 5x var, burada da çıxılsın 6x var. Ümumi neçə çıxdıq? 5x çıxdıq, 6x çıxdıq. Ümumi o demək ki 11x çıxdıq. Deməli, hündürlüyümüz olacaq 8x kvadratı çıxılsın 11x. Yəni cavabımız D variantı olacaq.
Keçirik indi ikinci suala. A, B və C müxtəlif məsələləri üçün şərh verilib. 2, B ən böyükdür, sonra C böyükdür, sonra A böyükdür. Və A plus 1 vurulsun B plus 2 vurulsun C plus 3 bərabər 70 olarsa 9B üstə gəl 5C çıxsın 23 A ifadəsi qiymətini tapın. Biz əvvəlcə gördüyümüz kimi burada bu misalda 3 dənə vuruq. Hər bir vuruğumuz ifadə seçilməlidir. Vuruğumuzun biri A plus 1'dir, biri B plus 2'dir, biri C plus 3'dür. 3 dənə vuruğumuzu bir-birinə vuraraq 70 almışıq. Biz də baxaq görək, bu vuruqlar nədir? Ona görə 70'i biz sadə vuruğa ayıra bilərik bu vuruqları tapmaq üçün. 70'i 2'yə bölsəm edir 35. 35'i 5'ə bölsəm 7'dir. 7'ni 7'yə bölsəm edir 1. Demək, vuruqlarımızın biri 2'dir, biri 3, biri 5'dir, biri də 7'dir. Bərabər 70. Vuruqlarımızı tapdıq. İndi baxaq görək, bu 2 vuruğu A plus 1'dir, B plus 2'dir, yoxsa C plus 3. Yəni, bu vuruqlardan biri olacaq 2. Bunu necə təyin edəsik? Burada verilmiş şərt əsasən. Burada gördüyümüz kimi ən kiçik ifadəmiz hansıdır? A'dır. A kiçikdirsə, deməli, A'nın kiçik olması üçün A plus 1 ifadəmizi ən kiçik vuruq götürəcək. Yəni 2. Yəni, A plus 1'i götürəcək 2. Deməli, burada A plus 1 nədir? Ən kiçik olduğu üçün ən kiçik vuruğumuzu A plus 1 üçün edəcək. Yəni, A plus 1 2'dirsə, o zaman A nə olacaq? 1. 2'dən bu 1'i çıxdıq, qaldı 1. Deməli, A 1'dir, bunu tapdıq. Sonra, ikinci bölümümüz C'dir. İkinci bölüm vuruğumuz 5'dir. Demək ki, C plus 3'ü ikinci bölüm olduğu üçün ikinci bölüm vuruğumuzu C plus 3 olduğunu tapdıq. Yəni, C plus 3'ümüz ifadəmiz hansı vuruq imiş? 5 vuruq imiş. Bərabərdir 5. O zaman C plus 3 5'dirsə C nədir? C də bərabər 5'dən 3'ü çıxırıq 2. C də deməli nə imiş? 2. C-ni tapdıq. Keçirik indi ən böyükdə burada B olduğu üçün buradakı bərabərsizlikdə verilmiş şərtdə. Deməli, ən böyük vuruğumuz olan 7 də B plus 2 ifadəsinə uyğundur. B plus 2 bərabərdir 7. O zaman B də bərabər olacaq 5. Tapdıq. Daha yumrulayaq. A oldu 1, C oldu 2, B oldu 5. İndi bizdən nə istəyir? 9B üstə gəl 5C çıxılsın 23 A-nı istəyir bizdən burada. İndi A1 idi. B nə tapdıq? B 5 tapmışdıq buradan. Burada 9 vurulsun. B-nin yerinə 5 yazacaq. Üstə gəl C-ni nə tapmışıq? 2. Burada 5 vurulsun. C-nin yerinə 2 yazacaq. Yəni C 5 vur 2 çıxılsın. 23 vurulsun A. Yəni A nədir? Burada 1'dir. Bunun alınır 9'u 5'e vuranda 45. Üstə gəl 5'i 2'ye vuranda 10. Çıxılsın 23'ü də 1'e vuranda 23. 45 ilə 10 toplasaq 55 edir. Çıx 23 edir 32. Cavabımız 32. B variantı olur. Keçirik növbəti suala. Üçüncü suala. A, B, X, Y natural ədlərdir. Bunun işarəti verib. Deyir ki, B çıxılsın A, X plus Y hansı ilə bərabərdir? Sual. İndi bu tip suallarda nə edirik? Məsəl üçün burada tərsinə çevirəcək, yəni ifadələrimizi. Baxaq olacaq bura bu hissəyə, məxrəcə. Mən məxrəci surətə bölsəm tərsinə 47 böl 11 deməkdir. Yəni mən aşağıdını məxrəci surətə bölürəmsə biz 1-2 nədir? Kəsir xətti bölmə deməkdir. Hər ikisində. Normalda surəti məxrəcə bölən şeydir. İndi biz tərsinə edirik burada. Tərs bu cavabları tapmaq üçün. İndi niyə edirik? Onu anlayasınız. Deməli, bu ifadəni məxrəci surətə bölsəm 1 olduğu üçün surətimiz elə həmin bu ifadəmiz alınacaq 1'ə böldüyümüzdə. O zaman 47'ni 11'ə böləcək. Demək ki, mən buranı 1'ə böldüm, elə buranın özü alındı.
buranın özü bərabərdir. O yuxarı hissəni çıxarıb tulladıq. Bura yoxdur. 1-ə böldüm. Qaldı ancaq nə? Bu hissə, bax bu hissə. Bu hissə də kəsir hissəsi burada bərabərdir. Bunu da tərs çeviririk. Yəni 47-ni 11-ə böldük. Belə. 47 bölünsün 11. Bu hissəni tərs çevirdim. Məxrəci böldüm surətə. Alındı elə bu. Burada da tərs çevirsəm 47 bölünsün 11 olacaq. Yəni 47-ni surətə yazmış olacaq. Şimdi burada yazdım ki 11-də 47. On 47 nə deməkdir? Əvvəlcə baxaq, bərabərdir 4-dən 11-də 3-ə. Baxacaq olsaq, bu 4-ü belə yazdım, bu da bərabər belə yaza bilərik. 4 üstə gəl 11-də 3 belə yaza bilərik. Mənim bu yumurladığım yerdə elə bu 4, bu x-dir. Yəni x bərabər 4 olur. Qeyd aparım aşağıdan. Yerdə qalan kəsir hissəmdə 11-də 3. Yerdə qalanda yaşılla yumurluyorum. Yəni aşağıda o ikisi götürəndən sonra bu yaşıl hissə qaldı bura. Yəni bu hissəmizdə oldu 11-də 3. Demək x 4-dür. 4 tam. Yerdə qaldı 11-də 3. 11-də 3-də bu yaşılladığım yerdir. X-i tapdıq. X bərabər 4. Yəni yenə bayaqki kimi, əvvəlki kimi eyni prosesi yerinə yetirəcək. İndi buranı silirəm buraları. Yerdə qalmış nə? X-i götürdük, bura qaldı. Buranı yaşıllayıram. Bura bərabər nə oldu? 4 plus 11-də 3 idi. X-imiz elə bu 4 oldu. Bu yaşılladığım yerdə 11-də 3'dür. Yəni qarşısına yazıram. Bərabər 11-də 3'ə. Yaşılladığım yerə baxırıq indi. İndi burada buranı göy rəhləyəcəm. Bu hissəni göy rəhlədim yeri yenə. Tərsinə bu 1-ə bölsəm, ancaq elə bu göy rəhli yerdə. O zaman 11-i 3-ə böləcəm bu dəfə. Yəni tərs çevirəm. Deməli, məxrəci surətdəki bu 1-ə böldüm, elə məxrəzdəki alındı. Məxrəzdəki var. Çünki nəyi 1-ə bölsə, elə bölünənimizin özü edir. Bölünənimiz məxrəc deyil, məxrəc qalır. Yazım buradan. 1. Buradan yazıram y plus b-də 1. Burasında a plus yazırıq. Bərabərdir. Bu yuxarıdakı 1-ə böldüm mən. Elə bunun özü alındı. Bunu tərs çevirdim. Bax, bu ifadəni böldüm 1-ə. O zaman 11-i 3-ə böləcəm. Yazıram. 11-i 3-ə, yəni tərsini çevirəm də. 11-i yuxarı qaldırıram. 3-ə aşağı düşürəm. Burada bu məxrəci yuxarı qaldırdıq. Bir də məxrəcə düşdü. Nəyi 1-ə bölsə, elə bu özü alınır deyə bir də bölünsün 1 yazmıram da. Burada kəsir xətt çəkib bölünsün 1. 1-ə bölünməniz özü alınır deyə 1 sildik. İndi burada da 3-də 11-də nə olacaq? 3-də 2. Bunu bu cür göstərə bilərik. 3 plus 3-də 2 kimi göstərə bilərik. O zaman bizim bu y-imiz elə bu 3 deməkdir. Bizim bu kəsir hissəmizdə elə bu 3-də 2 deməkdir. Deməli, y nə oldu? 3. Y tapdıq. Buradan qeyd edək. Bu yaşılla da yumurladığım yer oldu. Bu kəsir hissə 3-də 2. Buraları silib bərabər edəcəm 3-də 2-yə oranı. 3-də 2-ni gətirək bura. Y-sildik bərabər 3-də 2-yə. İndi yenə bu qırmızıladığım yeri surətə çıxardacağım. Yəni belə edəcəm. A plus belə 1 bölünsün 1 yazıram. Tərsini çevirəm yəni. 1 aşağı saldım. Bu ifadəni surətə qoydum. O zaman bərabərliyin sağ tərəfinə tərs edəcək. Yəni 2-də 3 kimi göstərəcək. İndi mən bu ifadəni, surətdəki ifadəni
Şöyle işaret verin. 1'e bölsəm elə öz alınır da. Alınır A plus ne yazıram? B'de 1. Beraber de olacaq nəyə? 2'də 3'ə. 1'e bölünüyorum elə silindi. Elə öz qaldı. 1'e nəyə 1'e bölsə öz alınır. Beraber nə? 2'də 3. 2'də 3'ü də parçalayırıq. Bu da 1 tam 2'də 1 deməkdir. Bunu bu cür göstərə bilərik. 1 plus 2'də 1 kimi. O zaman burada A olacaq. Bu tam hissə. Yəni A olur 1. B'de 1 de olacaq. Elə 2'də 1. Deməli, yerdə B'de 1. Bərabər 2'də 1 oldu. Bunları tərs çevirəcəm. B'de 1'i 1'də B kimi göstərəcəm. 2'də 1'də 1'də 2 kimi tərsinə çevirdik. B'ni 1'e böləndə B alınır. Bərabərdir. 2'ni 1'e böləndə 2. Deməli, B oldu 2. Buraları silirəm indi. İndi nə axtarırdıq ona? Hamısını tapdıq. Burada indi bura baxırıq. B'ni nə tapmışıq? 2 tapmışıq. Gördüyümüz kimi. İşte burada B'ni 2 qoyuram. 2 çıxılsın. A'nı 1 tapmışıq. Yerinə buradan 1 qoydum. Vurulsun, yəni bu vurma. Açma ötəsi x plus y. İkimiz x4'dür. Üstəgən y-də nədir? 3'dür. Apar yerinə qoyduq burada. Y-in yerinə buradan 3. 2'dən 1 çıxsam burada 1 edir. Vurulsun. Bu mötərizənin içində 4 plus 3 7. 1 7'ye vursaq 7 cavabımız 7. A variantı olur. Keçirik indi 4-cü suala. Bu sualların hamısı biraz uzun suallardır. Normalda lise və gimnaziyaya qəbul edə biləcək sual deyirəm. Yəni 1,5 ballıqlar bu tip suallar ola bilər. İndi burada məsəl üçün birinci sualda üstü qüvvət söhbəti var idi. Sən bəzi, yəni çox insan deyə bilər ki, bu 1'ə uyğundurmu? Əsasən 7 uyğun ola bilər. Ancaq 5-ci siniflərdə də bu il üçün tədris planında mövzu olaraq üstü qüvvət əlavə olunduğu üçün, yəni bu tip sualı 5-ci siniflər üçün də düşə bilər düşüncəsində, yəni 1,5 bal kimi. Digər suallar, yəni ümumiyyətlə bu sualların hamısı yəni yazmışam, təbii salınanlı yazmantik sualları. Burada həm əsasən Respublika Lübsada məntiq və riyaziyyat olimpiyadası üçündür. Ancaq 1,5 ballıq lise və gimnaziyaya qəbul edəcək suallar da ola bilər, bu tip suallar. İndi keçək 4-cü sualın izahına. 4-cü sual deyir ki, Turanla eyni ölçüdə olan karton stəkanları bir-birinin içinə yerləşdirərək stəkan qüllələri düzəldir. Bunlar bizim stəkan qüllələrimizdir. Gördüyümüz kimi stəkan qüllələri. Arzu istifadə edilən hər iki stəkanın alt hissələri arasındakı məsafə bütün qüllələrdə eyni olur. Sonra bu qüllələri masanın üzərinə qoyaraq hündürlüklərini ölçür. İndi burada bir cümlə qurur. Ardıcıl istifadə edilən hər iki stəkanın alt hissələri arasındakı məsafə. O nə demək? 2 dənə stəkan çəkirəm. Baxası olsaq, burada neç dənə stəkan var? Ona baxaq. Məsələn, birinci qüllədə 6 dənə stəkan var. Biri bu bütövrdür, 1. Digərləri də iç-içə yığılıbdır. Bu ikinci stəkandır. Üçüncü stəkan yuxarısı. 4, 5, 6. Yəni evdə də stəkanlar iç-içə yığanda sanki yuxarı hissədə stəkanın çıxıntısı qalır. O çıxıntı nəyə əsasən mənə gəlir? Məsələn, buradan göstərə bilərəm. Tutaq ki, bu ikinci stəkan gəlir, bura kimi uzanır. Belə olur. Bu stəkanı, tutaq ki, bu göylə əyləyəcəm. Göylə əylədiyim stəkanın içinə qoymuşuq. O zaman alt stəkandakı məsafə yaşılla göstərirəm. Bu hissə yaşıl rənglədiyim yer. Və yaxud da göy edim. Göy rənglədiyim yer bax. Mənəm qırmızı edimmi? Qırmızı və ya fərqli bir rəng edək.
Mesela burada neyse burada göy rəngi də yaşılla rəngliyim. Gördüyüm bu rəngliyi görürsünüz. Balaca yaşıl rəngliyim. Yəni o hissənin hündürlüyü oradan danışır. Bax, ardı istifadə edilən hər iki stəkan alt hissələri arasındakı məsafə yaşıl rənglədiyim yer. Bütün güllələrdə eyni olur. Yəni məsəl üçün buradan 3-cü stəkanı çəkin yaşılla. 3-cü stəkanın ikinci içindədir. İndi mən aradakı məsafəni eyni etməsəm də buraya qırmızı edəcəm. Bax, bu qırmızı yerlə o yaşıl yerlərin hündürlükləri eynidir. Yəni ki, görürsünüz. Yəni o arzu istifadə edilən hər iki stəkan alt hissələri arasındakı məsafə deyərkən onlar nəzərdə tutulur. İndi bunu niyə deyirdim? İndi bir şey deyəcəm. Həmin o alt hissədəki məsafələr, boşluqlar yuxarıdan çıxır. Yəni məsələn, ikinci stəkanın aşağısındakı o boşluq, bu yaşıl yer, elə bu qırmızıladığım yerdir. Bu hündürlükdür. Elə o həmin yaşıl hündürlük, aşağıdakı yaşıl hündürlük. Elə bu hündürlükdür. Yəni ikinci stəkan birincinin içərisine girmir. Arada boşluq qalır. Həmin boşluq birinci stəkanın üzərində bir çıxıntı kimi əmələ gəlir. Yəni qırmızıladığım yer ikinci stəkanın aşağıdakı boşluq nəticəsində çıxıntısıdır. Həmin çıxıntılar da hər yerdə eyni hündürlükdədir. Yəni hamısının hündürlüyünü buralara x götürəcəm. Hər bir hündürlük x götürürük. Bu hündürlük. Deməli, burada birinci şəkildə 6 dənə stəkan var. 6 dənə stəkanın bir dənəsini tam hündürlüyü görsənir. Bunu h yazacağım. Digərləri isə çıxıntılardır. Belə balaca çıxıntıları. O anda hamısı eyni hündürlükdədir. Hamısı x götürür. Burada deyir ki, Turanın 6 və 9 stəkanın 2 güllərinin hündürlüklərinin cəminin 18 stəkanlı güllərinin hündürlüyünə bərabər olduğunu görür. Yəni burada gördüyümüz stəkanlardan birinci şəkildə 6 dənə stəkan var. O 6 stəkandan da bir dənəsi tam hündürlüyü durur. Onu h yazdıq. Digərlərinin isə çıxıntıları var. X götürdük. Yəni 5 dənə x. 6 stəkandan birincisi h full hündürlüyü görsənir. Digərlərinin isə ancaq yuxarı hissələri, çıxıntıları. Olanda hamısı 5x-dir. Deməli, gördüyümüz bu 6 dənə stəkanın ümumi hündürlüyü nə oldu? h plus 5x. Bura h oldu, ümumi hündürlüyü. Birinci stəkan. Digərlərində x götürdük, belə. O arada 5x. Deməli, 6 dənə stəkanın hündürlüyü oldu, h plus 5x. O zaman bu şəkildə 9 dənə stəkan var. 9 dənənin də bu h-dır, digərləri x. Yəni sayım çıxdı buna. Buradaydı. Gözlüyün geri qaytarın. Üzünü sayım burada. Birinci PDF neyse yox oldu. Neyse, yenə izahayım. Deməli, 6 dənə stəkanın hündürlüyü olmuşdur bura. Yazıram. H plus 5x. O zaman burada da 9 stəkan var. Bir dənəsinin hündürlüyü h-dır. Geri qalan 8 də olacaq. 8x. Çünki orada burada 8 dənə nə var? X olacaq. Bunları bir də yazmıram. Yəni anladınız da. Hamısı x olacaq. 8 dənə burada x var. Bir də h. Bunların cəmi, deməli, h, bu da h. Neçə edir? 2h. Üstə gəl, 5x-lə də 8x olacaq, 13x. Bərabərdir. Deyir, 18 stəkanlı güllərin hündürlüyünə.
Burada 18 tane stəkan var. Bu 18 tane stəkandan da birincisinin hündürlüyü H-dır. Yerde qalanlar hamısı burada 17 tane x olacaq o zaman. 17 x plus h. Buna bərabərdir. Deməli 2h plus 12x bərabərdir h plus 17x-ə. İndi bu h-ı bu tərəfə keçsək, h hərfinə 2h çıxılsın h olacaq. Bərabərdir. Çünki burada iki ifadənin qarşısında çıxaq yoxdur, plusdur, heç nə yoxdur. Bunu bu tərəfə keçirəndə çıxağa çevrilir qarşısı. Bərabərdir. Burada 17x var. İndi sol tərəfdə də 13x qalmış. Bunu keçirəm bərabərliyin bu tərəfinə. Yəni qarşısı plusludur. Sol tərəfə keçən kimi bərabərliyin bu tərəfinə. O plus əksinə dəyişəcək, olacaq çıxaq 18. Deməli 2 dənə h-dan bir h çıxsa xeyir, bir dənə h bərabərdir 17x-in 13x çıxsaq 4x. Bir dənə h nə oldu? H hərfi 4x oldu. Buradan qeyd aparırıq. H bərabər 4x. Keçik görə bizim nə istəyir? Buna görə 5 və 16 stəkanlı 2 güllənin hündürlüyünün cəmi neçə stəkanlı güllənin hündürlüyünə bərabər olar? İndi 5 stəkanlı güllənin hündürlüyünün bir dənəsi h olacaq, yerdə 4 dənəsi də x olacaq. Bayaq kimi biri h olur, tam. Digərləri də x. İndi 5 dənə stəkan dediyinə görə bir dənəsi h olsa, yerdə 4-qa üstə gəl 4x, yəni 5 stəkanlı gülləmiz oldu bu ifadə. 16 stəkanlı gülləmiz nə olacaq? H plus 15x. Bunların cəmi neçə stəkanlı? Bir gülləyə uyğundur. 2 güllənin hündürlüyünün cəmi neçə stəkanlı? Bir dənə güllənin, yəni beləsində bir dənə güllənin hündürlüyünə bərabərdir. Həmin o güllə də bir dənə h-dan ibarət olacaq. Bir də ki, yerdə qalanlarımız x olacaq. İndi biz bunun cüblaları toplayaq. Olacaq 2 dənə h. Bu h-lardan birini saxlayacağım. Niyə saxlayacağım? İndi deyəcəm sonra. H üstə gəl. Bunu saxladım. Digər h-ımız da burada 4x tapmışdıq ki, h 4x-dir. Birini 4x-də əvəz edəcəm. Yəni. Əvvəlcə bu h yazdım bura. H yazdım olduğu kimi. Üstə gəl 4x. 4x yazıram. Bu 4x yazdım. Üstə gəl. Bu h-ı da çevirəcəm 4x-ə. Çünki h 4x-dir. H çevirəcəm bunu da 4x-ə. Üstə gəl bir də bu 15x. Alınacaq 4x, 4x, 15x, 23x. Burada h. H 23x. Şimdi bu h-ı niyə dəyişmədi? 4x-ə. Birini dəyişdim. Çünki bir gülləli stəkanlardan da bir dənəsi burada h olur da. 2 dənə h olmur ki, bir dənə h olur. Ona görə birini saxladım. Bu bir dənə stəkandır. Yerdə qalanlarda ancaq yuxarısı, yəni 22x oldu. Bu da 23 stəkan. Ümumi 24 dənə stəkanın hündürlüyünə. Cavab C variantı. Keçirik indi 5-ci suala. 5-ci sual deyir ki, A, B və C müsbət təməllər olmaqla əbəb AB 5, əbəb BC 3, əbəb AC 2. Buna görə A plus B plus C cəmi ən az neçədir? 5-ci siniflərə də əbəb əkov mövzusu əlavə olunduğu üçün bu sualları 5-ci siniflər üçün də yazdım. Çünki bu illərim 5-ci siniflərin riyaziyyat mövzularına mövzu başlı olaraq əkov əbəb da əlavə olunub, həmçinin üstü qüvvət. Yəni bu o demək ki, 5-ci siniflərin qəbul imtahanında 99 və hətta 100% deyərdim əkov əbəbdən və üstü qüvvət mövzusundan sual düşəcək. Yəni bunlar net olacaq. İndi keçək bunun həllinə. Buradan bizə
A plus B plus C'nin ən az qiymətini istəyir. Demək ki, A və B ən az olmalı ki, bu A, B, C'nin cəmi az olsun. O zaman bu birinci verilmiş şərtdə A və B'nin əvvəl 5-dirsə, deməli, hər ikisi ən az 5 olmalıdır. Yəni, demirəm, hər ikisi 5-dir. Birinci şərtə görə hər ikisi ən az 5 olmalıdır. İndi ikinci şərtə baxırıq. B ilə C 3 verir. Yəni, ikinci şərtdə də B ilə C-nin ən az ikisi də 3 olmalıdır ki, əvvəblar 3 olsun. Üçüncü şərtdə isə A və C-nin əvvəlini 2 veribsə, bunlar ən az 2 olmalıdır ki, əvvəblar 2 olsun. Üçüncü şərtə görə. İndi bütün bu şərtləri birləşdirərək A, B, C-nin nə olduğunu tapaq. Əvvəz A'ya baxaq. A birinci şərtdə ən az 5 olmalıydı. 5 olmaq üçün. Üçüncü şərtdə görürük ki, 2 olmalıdır. Həm 2, həm də 5 vuruğu var deməkdir ən az A hərfinin. O da 5 vurulsun 2, A olur ən az 10. 5 vurulsun 2 bərabərdir 10. Çünki üçüncü şərtdə ən az 2 olmalı deyirik. Birinci şərtdə 5. Yəni, hər ikisi olmalıdır ən az 5 və 2. Ona görə 5 vur 2, 10. Çünki onun vuruqları elə 2 vur 5, həm 2, həm 5-dir. Keçək B-yə baxaq. B-yə baxaq olsaq, B birinci şərtdə ən az 5 olmalıdır. İkinci şərtdə də 3. Həm 3, həm də 5 vuruq olan ən kiçik ədəd 15-dir. Yəni, 5 vur 3 bərabər 15. C-yə baxırıq. C-də isə ikinci şərtdə 3 olmalı deyir. Üçüncü şərtdə isə 2 olmalı deyir. Həm 2, həm də 3 vuruğu olan ən kiçik ədədimiz 6-dır. Yəni, 2 vur 3 bərabər 6. Deməli, hər birinin ən kiçik həllini tapdıq. Ona görə də A plus B plus C-ni tapa bilək. 10-15 eğir 25, 6 eğir 31. Yəni, bulanın cəmi eğir 31. Cavab D variantı. İşte 6-cı suala. Deməli, 6-cı sualı deyir ki, bir toplantıda olan qadınlardan birincisi bir kişi ilə, ikincisi 7 kişi ilə, üçüncüsü 13 kişi ilə və sonuncusu bütün kişilərlə salamlaşır. Sonuncusunu bilmirik. Toplantıya qatılan 156 nəfər olduğuna görə bunlardan neçə nəfər qadındır? Yəni, ümumi kişi və qadınlar sayı 156-dır. İndi əvvəlcə bizə verilənlərə uyğun yazaq. Deməli, birinci qadın, bax, bir qadın demir, birinci qadın. Birincisi bir kişi ilə, yəni. Birinci qadın özü də bir dənə qadın deməkdir. Bir kişi ilə. Bura Q yazaq, burada 2, yəni qadın və kişi. Birinci qadın görüşür bir kişi ilə. İkinci qadın dedi, bir nəfərdir. Görüşür 7 kişi ilə. Salamlaşırlar. Üçüncü 13 kişi ilə. Və sonuncusu bütün kişilər. Sonuncusunu bilmirik. Yəni, sonuncusu eninci yazacağım. Eninci qadın görüşür. İndi bunu axtarasıq. Gör necə kişi ilə. Burada, indi burada məntiqi arıcılıq var. Baxasaq olsa, burada 6 artır belə. Görürsün, 106 belə gedir. Burada isə qadınların sayı deyil, yəni bir qadın, 2 qadın, 3 qadın yox. Birinci qadın elə bir nəfərdir, ikinci qadın elə bir nəfərdir, üçüncü qadın da bir nəfərdir. Yəni, hər biri getdikcə görüşdüyü kişilərin sayı 6 artır. İndi burada belə bir düstur əməl gəlir. Sanki operatorlar kimi, yəni məntiqdə bir düstur çıxarmaq lazımdır. Məsələn, 1-ə 1 uyğun gəlib gördüyümüz kimi, 2-yə 7 uyğun gəlib, 3-ə də 13. İndi n-ə nə gəlir, onu tapacaq. Belə düstur əmələ gəlir. 6n minus 5. Baxacaq olsaq, məsəl üçün, qadınların sayı 1-dir də. Bu n qadınların sayıdır. Burada n götürmüşəm. Görürsünüz. N'in yeri məsələn, burada 1 versəm, 6 uzun 1,
çıxsın 5. 6 1 vursam 6'ya çıxsın 5. Həqiqətən 1 alınır burada. Kişilərin sayı. Gözüm bu nə burada? Öğrenci hemen getirək. Deməli, n'in yerine 1 koyanda kişilərin sayıda 1 olur. İndi n'in yerine 2 koyaq. 2 koysam 6 vursun 2 çıx 5 edir 7. Hər tane 7 alındı 2 koyanda. 3 koysaq 6 vurursun 3 çıxırsın 5 edir 13. Gözüm alınır. Deməli ki, n dənə qadın olsa kişilərin sayı olacaq 6 vurursun n. Yani burada qadın sayını neçədir? 6 qadının sayını vurub qadın sayını deyəndə, yəni n'inci qadın, məsələn 3-cü qadınsa 6'nı 3'e vurub 5 çıxıram. İkincisi 2 6'ya vurub 5 çıxıram. Yəni hər dəfə bu sıradakı qadını nömrəsini vururuq 6'ya çıxırıq 5'e. Düsturumuz budur. 6'ya vurub çıxırıq 5. İndi n'inci qadının ya da qadınların sayıdır. O zaman kişilərin sayını tapmaq üçün 6'nı qadının durduğu yerə, yəni n'inci yerə vurub çıxıram 5. Demək kişinin sayı da bu qədərdir. Deməli qadınlar oldu n, kişilər oldu 6n çıx 5. İndi bunların ümumi sayını buranı silirəm. Neçə nəfər verib? 156 nəfər. 156 nəfər verib. N dənə qadın 6n çıx 5 dənə kişi. Bunların cəmi 156 verir. Biz də qadını axtaraq, yəni n. N bərabərdir sual şəhəsi. İndi n dənə 6 n toplasaq 7-dən çıxsın 5 bərabər 156. Buradan da 7n bərabərdir 156'nın üzərinə bu çıx 5'i təbii keçirsək gəlirik, eləcək 161. N'ni tapmaq üçün 161 böləcək 7 eləcək 23. Yəni n bərabər 23. Qadından sayı istəyir 23 dənə. Həqiqətən də baxas olsaq n dənə qadın varsa 23 dənə. O zaman 6'nın çıx 5 dənə kişi olacaq. Yəni 6'nı vuracağım 23'e çıxacağım 5. Bu da 133. 133 ile 23'ün cəmi ilə həqiqətən də 156 verir bizə. Yəni cavab 23 qadınların sayı C bəndi uyğun oldu. Keçək 7-ci suala. 7-ci sualda yuxarıdakı xətkeşin sol tərəfində sonunda 2 cm, sağ tərəfində sonunda 1 cm boşluq var. O boşluq buradan gedir. Bax bu hissə və bu hissə, bu boşluq var. Bura sol tərəfdir, sol. Burada sağdır. İndi sol tərəfimiz 0.2'dir. Yəni bu aralıq, gördüyümüz bu aralıq 0.2 cm-dir. Bu tərəfdəki aralıq isə, yəni bura. Buranı qırmızı göstərirəm. Bu aralıq isə uzunluğu 0.1 cm-dir. O zaman xətkeşin ümumi uzunluğu neçə olacaq? Ümumi uzunluğu beləsinə. Bu ortada 0'dan 5'e kadar 5 cm-dir. Sonra bu kənar göy rəhləyəcəm, sol sinim. Bu hissəsi 0.2'dir. Bu hissəsi 0.1. O zaman 5'in üzərində 0.2 ilə 0.1 yazır 5.3. Deməli bizə verilmiş xətkeşin uzunluğu 5.3'dür. İndi burada göy çubuq var. Bu göy çubuq gördüyümüz kimi bu göy rənglənən çubuqdur. Bunun uzunluğunu axtarırıq biz. Göy rənglənmiş, bax bura. İndi o uzunluğunu ölçmək üçün deyir. Bu xətkeşlərin 5'i ilə mavi bir çubuğun uzunluğu yuxarıdakı kimi ölçülür. Buna görə çubuğun uzunluğu neçə santimetrdir? Bir dənə xətkeşin uzunluğu tapdıqına 5.3 yuxarıda. Bura 5.3 yazıram. Xətkeşin uzunluğu 5.3'dür. Bundan 5 dənəsindən istifadə olunub bu göy çubuğu ölçürük. İndi 5 dənəsindən
axırıncısı bu bir dənəsi tam deyil. Yəni 4 dənəsi tamdır. O zaman çubuğun uzunluğunu tapmaq üçün bu nöqtələrə qədər çubuğun uzunluğu bura qədər uzansa, bura qədər göyrəkliyim bura. Burası olacaq 4,5,3 xətt keş, 4 dənəsi. 5 dənə istifadə olunur. Axırıncısı yarımçıqdır. Görürsünüz ki 5,3 deyil. Onu sonra tapaq ki necə sandıqdır. İndi 5,3-4-ə vururuq. Edir 21,2. Deməli, çubuğun uzunluğu 4 dənə xətt keşdən istifadə etsək, çünki 5 dənə istifadə edək, 4'ü bütövdür. 5,3-4'ə vurduq, 21,2. İndi 21,2-ni bu axırıncı hissəyə gəlməyik, 21,2-nin üzərinə çıxıb çubuğun uzunluğunu tapaq. Bu çubuq da burada gördüyümüz kimi 0'a qədər bu hissə var. Qırmızı ilə göstəreyim. 0'a qədər sol hissə neçə santimetr idi? 0,12. Deməli, burası 0,12-dir. Sonra 0'dan da 3'ə qədər gəlir. Yəni üstə gəlir 3,2-də 5-ci xətt keşimizdən nə oldu? Çubuğumuzun uzunluğunu tapmış olduq. Bu hissəyə gördüyümüz kimi uzanmayıb. Yəni çubuq burada 3'də bitir. Yəni buranın 0,1 götürmürük. Niyə? Çünki elə 3'dəcə bitibdir bizim çubuğun uzunluğu. İndi 3,12 ilə də əvvəlki 21,2-ni toplayıb ümumi çubuğun uzunluğunu da açıq. Deməli 4 dənə xətt keş ilə 21,2 ölçdük. Sonuncu 5-ci xətt keşindən də 3,12 ölçü tapdıq çubuq üçün. Bu ikisi birlikdə olacaq 24,4 santimetr. Yəni çubuğumuzun nə oldu? 24,4. Cavab B variantı. Şimdi keçək 8-ci sualın izahına. Burada bir çubuğun uzunluğu 5'lik hissəsi qırmızı. Yəni qırmızı ümumi çubuğun uzunluğuna x götürsək, buradan belə götürək x. 5'də 3 hissəsi qırmızıdır. Yəni bu hissənin 5'də 3 x yazaq bura. Kırmızı. Göy hissəsi də 6'da 1 hissə. Yəni 6'da 1 2. Mavi boyanır. Çubuğun boyalı olmayan hissəsi 14'dür. Yəni qırmızı ilə göstərək. Burada 14 santimetrdir. Deyir, çubuğun tam uzunluğu neçə santimetrdir? İndi əvvəlcə rənglənmiş hissələri toplayaq. 5'də 3 x-ni, 6'da 1 x-i. 5'də 3 2 üstə gəl. 6'da 1 2 görək nə qədər rənglənib. Ortaq məxrəc 30 gələr. Yəni sürət məxrəci 6'ya vuracam. Burada 5'ə. Bərabər dağılır. Birincidə 30'da 3 vur 6 18 2. Üstə gəl. 30'da 5 vur 1 yəni 5x. Alınır 30'da 23x. 30'da 23 rənglərin həmsi nə qədər rənglənməyib? 30'da 30'dan 30'da 23 çıxsaq 30'da 7'si rənglənməyib. Rənglənməyən hissənin uzunluğunu 14 verir. Yəni 30'da 7x'in nəymiş? 14 imiş. 30'da 7 hissə. Buranı x tapmaq üçün 14'ü böləcəm 30'da 7'yə. Bunu da 14'ü vururuq 37'nin tərsinə, yəni 7'də 30'a. 7 ilə 14 ixtisacə 2 qalır. 2'ni də 30'a vururuq. X bərabər 60. Biz x axtarırdıq. Çubuğun uzunluğu 60. Cavab Y variantı. Keçək 9-cu suala. A və B sayətlərdir. A bərabər 5B plus 18 bölünsün B olduğuna görə A kvadratı B kvadratı ifadəsinin qiyməti neçədir? Əvvəlcə bunu sadələşdirək. Bunu belə göstərə bilərik. 5B bölünsün B üstə gəl 18 bölünsün B kimi göstərə bilərik.
Çünki burada məxrəclərimiz eynidirsə, surətləri olur. B-dir məxrəcimiz. Surəti o zaman toplayabiliyoruz. 5B 118 yazırıq. Yəni, bunu parçalanmış şəkildə göstərdik. Məxrəcə eyni olan kəsirlərin toplanması kimi göstərdik. Burada B ilə B ixtisar gedir. Qalır 5. Üstə gəl 18 bölünsün B. Yəni, B-də 18. Deməli, aşağıdan yazırıq ki, A bərabər oldu bu. 5 üstə gəl B-də 18. Bizə də yuxarı şərtini verib A və B saatlərdir. Yəni, tam ədədlərdir. Biz də 5'in üzerine tam ədəd gəlməli ki, A-da tam olsun. O zaman bu B nə olacaq? 18'in bölənləri olacaq. B də sadə ədəd olduğu üçün 18'in sadə bölənlərini axtaraq. 18'in sadə bölənlərini axtarmaq üçün sadə bölüklə ayırırıq. 2 bölün 9, 3 bölün 3, 1. Sadə bölənləri 2 və 3'dür. Deməli, B ya 2'dir, ya 3'dür. İndi B-yə 2'ni və 3'ü qoyaraq A-nı tapacaq. Görək, A sadədimiz hansıdır? Tutaq ki, B-yə 2 qoysaq, o zaman alınacaq 5 üstə gəl 18 bölünsün 2. Burada 18 2 böləcək. 2 18 nə deməkdir? 9 demək. Yəni 5 plus 9 nedir? 14. A 14 oldu, amma bunu götürməyəcək. Niyə? Çünki A sadə ədəddir deyir. Yəni B-nin 2 qiymətində A mürəkkəb ədəd oldu, sadə yox. Deməli, B 2 deyil. A-da 14 deyil. Ona görə nə edirik? B-nin 3 qiymətini yoxlayırıq. 3 qiymətini. İndi, o zaman 5 üstə gəl. 18 bölünsün 3 olacaq. B-nin yerinə 3 qoyduq. Çünki 3 də sadə ədəddir. Və 18'in bölənlərindəndir. O zaman 5 üstə gəl 18 3'ə bölsək neçə? 6. Deyir 11. 11 də sadədir. Deməli, B 3'dür, A-da 11. B-nin 3 sadə qiyməti üçün A-nın 11 qiyməti oldu. O zaman 11'in kvadratı üstə gəl 3'ün kvadratını tapacaq. 11'in kvadratı 121 edir. 3'ün kvadratı 9. O deyir 130. Cavab Y variantı. Keçək 10-cu sualın izahına. Deməli, 10-cu sual deyir ki, aşağıda bir göl və bu göldəki suyun hündürlüyünü ölçmək üçün istifadə olunan 5 metrelik çubuq göstərilib. Yəni, bura göldür, göyrənliyə. Bu da çubuqdur, uzunluğunda 5 metrdir. Buradan qeyd edək. Və bu çubuq 9 bərabər hissədən ibarətdir. Yəni, bax, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yəni, 9 aradan ibarətdir. O zaman hər ara nə olacaq? Ümumi uzunluğu 5'i bölməyəm 9'a. Yəni, 9'da 5 deməkdir. Deməli, hər ara 9'da 5'dir. Yəni, bu ara 9'da 5'dir. Bütün aralarımız eylədir. Bu arada 9'da 5'dir. Devamımızını yazmayacağım. Anladınız da. Hər bir aramız 9'da 5 metrdir. İndi, göldəki suyun hündürlüyü ölçüldükdən 4 gün sonra ikinci ölçmə aparılmışdır. Hazırda suyun hündürlüyü neçə aradır? Bax, 1, 2, 3, 4, 5 aradır. Suyun hündürlüyü 5 aradır demək. Hazırda bura qədər. 4 gün sonra ölçdük deyəcək. 1, 2, 3 ara əmələ gəlir. Yəni 4 gün ərzində 5'dən 3'ə düşür. Yəni 2 ara düşüş baş verir. Bizə deyir ki, hər gün suyun bərabər səviyyədə azallığı qəbul edilərsə, 4 gün ərzində su deməli buxarlanıb gedibdir, aşağı düşür. Yəni 5 aradan 3 araya düşür. Yəni 2 ara azalma baş verir. Bu 2 aralma
2 aranın azalması 4 gündə baş verir. Deyir ki, hər gün suyun bərabər səviyyədə azallığı qəbul edərsə, bir gündə suyun səviyyəsi neçə metr azalmışdır. Yəni, mən 4 günü tapası olsam, 4 günlər də azalır, 2 ara. Hər aramız 9-5 idi. Burada tapmışdıq. 2 ara düşübsə, o zaman 9-5, bu da 9-5. Deməli, 9-5, 9-5. Nə olur? 9-10 metr nə arıq suyumuz aşağı düşür. Və bu 4 günə baş verir. Bir günə nə qədər azaldığını tapmaq üçün 4 günə baş verdiyini 4'e bölmemiz lazım yəni. Hər gün eyni qədər azalma baş verib. 4 günə 9-10 metr enliyini tapdıq. Çünki mən burada 5'dən, bura baxaq uzaq, 5 dənə aralıqdan düşüş 3 aralığa, yəni bura. Yəni burada 2 ara düşüş baş verib. Hər arada 9-5 olduğu üçün burada 9-5. İkisi bir də 9-10 enmə baş verib və bu 4 günə baş verib. Bir günə nə də baş verdiğini tapmaq üçün 4'e böləcəyik. Bunu da 9-10'u vuracaq 4'ün tərsinə, yəni 4'də 1'ə. Deyir, neçə? 36'da 10. Bunu ixtisar etsə edir 2 ixtisar etsə. 18'də 5. Deməli, hər gün 18'də 5 elmə baş verib C variantı. Keçir 11-ci sola. Bu 2 üsulla izah edəcəm. Əvvəlcə tənli üsulla izah edəcəm. Sonra daha asan üsul olan praktik üsulla izah etməyə çalışacağım. Tənli üsulla baxın. Verilmiş cədvəldə bütün sətir, yəni sətir, sonra sütun, yəni bu istiqamətdə belə şəğul və üfüqü və diagonal. Diagonal belə, üçü birlikdə cəmi eynidir. Yəni diagonal bu götürülmür. Ən kənar uzunun, digər kənar uzun birləşməsi diagonaldır. Və yaxud da bura. Deyir, cəmi birinin bərabərdir. Bunun görə x aşağı qaşlarının hansını bərabərdir? İndi bu sıra üzrə baxaq belə bu istiqamətdə 4, 12, 90 necə 16, burada A yazırım özümdə. Cəm edəcək 16 plus A. İndi yuxarıya doğru tapacağım bu istiqamətdə. Burada 16 plus A olmalıdır yəni. İndi burada 6 var, A var. Eğer A plus 6 üstünü gəlsək A plus 16 eğer 10 gəlsək. Burada 10'dur. Buranın cəmi oldu A plus 16. Hər yer elə olmalıdır. Sonra diagonala baxsaq, bu ikisi birlikdə nədir? 22'dir. Buranı A plus 16 etməyə çalışacağım. İndi 3-cü xana buradır. Bura əvvəlcə A yazacağım. İndi A yazsam, bunları toplasam olacaq. A plus 12 plus 10 neyəcək necə? Bu istiqamətdə. A plus 22. İndi buranın A plus 16 olması üçün 22'dən nə çıxmalıyıq? 6. Yəni, bura A çıx 6 yazıram. Yəni. Bu çıx 6 ilə 12'ni toplasam, 6 azalma, 12 də artım deməkdir. İkisi birlikdə bu 6 azalmanın 12 artım, yəni bu 5-ci sinif səviyyəsində izah etməyə çalışıram. Çünki mənfi müsbət bilmirlər. Yəni 6-7 sinif üzrə baxsaq, mənfi 6-dan 12-ci cəmi yer 6, üstünə 10 gəlsə yer 16. Bir də A-cı gəlsə yer A plus 16. 5-ci sinif səviyyəsində baxsaq məsələyə, bu 6 azalma, bu da 12 artımdır. Bunlar ikisi birlikdə nə deməkdir? 6 artım deməkdir. Yəni daha çox artımı var deyər. Bu artımdan bazı almağa çıxsam 6 artım olacaq. Bir də 10 artım.
Eğer 16 artım. Yəni bura biz çıx 6 yazmalıyıq ki, bu diagonala da cəmimiz A plus 16 olsun. Buranı düzəltdik. İndi bu istiqamətdə də nə olmalıdır belə? A plus 16 olmalıdır. İndi baxası olsaq, bu 6 artımla, bax qırmızına, bu 6 azalan cəmi 0 edir. O zaman yerdə qalacaq A, üstə bu 2. Bu azalmanla bu artım ikisi də eyni qədər deyə bir heç bir şey dəyişmir, 0 deməkdir. İndi A plus X də nə olmalıdır? 16 plus A. Çünki yer 16 plus A olmalıdır. O zaman A burada var. 16 çatışmır. Deməli, X neymiş? 16 imiş. Bizdə X axtar, cavab 16. Şimdi asan yolumuz nədir? Cavabımız 16 oldu. Y variantı. Asan üsulu budur ki, bizim eni və uzunluğu, yəni 3-cü olan belə figurlarda ortadakı ədədin 3 misli elə diagonallar, sütun və ya xanlar üzrə ədədlərin cəminə bərabərdir. Yəni ortadakı ədəd nədirsə 3-ə vururuq. İstənilən ədəd üçün keçərli, istənilən ifadə üçün keçərli. Yəni ortadakı nədirsə onun 3 misli bərabərdir bunların cəminə. İndi 12 çövrəncəyi 36. Deməli, hər yerin cəmi 36 olacaq. 4 12 cəmi 16 edir. Üstə gəlsə 36 edir, 20. Bura 20'dir. 6 da 20 cəmi 26. Üstə gəlsə 36 edir. 10 gəlsə. Deməli, burada 10'dur. Sonra diagonalına baxsaq, 10, 12 cəmicəyir, 22, üstünə gəlsək, 36 yer, 14. 14. İndi X-i tapaq. Burada da 36 olmalıdır. 14 ilə 6-nın cəmi 20, 20 üstünə gəlsək 36 yer, X-i. Yəni X-i nə olacaq? 16. 2, 20'nin dolayı 36 yazsın. Biz öyle tapa bilərdik. Cavab Y variantı. Hissə 12'ye. Şimdi 12-ci sualına izah verim. Burada 12-ci sualda nisbətlərin bərabərliyi verilir. Nisbət nə deməkdir? Bölmə deməkdir. Yəni X plus 1 bölünsün kəsr 2. Bərabərdir y çıx 1 bölünsün 3'ə. Ona bərabər z plus 4, z plus 2 bölünsün 4'ə. Nisbətlərin bərabərliyi var. İndi bu bütöv kəsirimiz 1 ola bilər. Yəni x plus 1'i 2'yə bölsəm 1 ola bilər və ya y bura 1 isə buranı 1 götürəcəm. Yəni hamısı çünki ortasında bərabərlik var. Y çıx 1 bölünsün 3 1 olmalıdır. Arasında bərabərlik. O zaman z plus 2 bölünsün 4 nə olmalıdır? 1. Məsəl üçün deyirəm. Yəni mən 1 demirəm. Bu 1 yox, hamısı 2 də ola bilər. Nə bilim, hamısı 15 də ola bilər. Fərq etmir. Nə bilmirik. Bilmədiyimiz üçün ona görə hər bir nisbətimizi nə alacaq? K kimi götürürük. Deyəcək, hamısı K-dır. Bilməyən bir şey. Ona görə buradan biz bu ifadanı tapmaq üçün X-i, Y-i və Z tapıb keçib burada yerlərini qoyacaq. Və sonu da X-i tapacaq. İndi dedim ki bu X plus 1 bölünsün 2 K-dır. Yəni bunu buradan qıraqdan yazaq olduğu kimi. X plus 1 bölünsün 2 dedik K-dır. Əvvəlcə buranı həll edirik. Hissə. O zaman 2'ni belə çarpaz vuracam bura. Yiyəcək X plus 1 bura. Bərabər nəyə? 2 vursun K-ya, yəni 2K. Buradan X tapsaq, o zaman 2K plus 1 bərabərliyin o tərəfini keçəcək, olacaq çıxaq 1, yəni çıx 1.
Deməli, qıraqdan qeyd aparıram. X bərabər oldu 2k çıx 1. Şimdi keçirik, silirəm. Dedim ki, burada qaldı. Yəni, y çıx 1 bölünsün 3, yəni bura. Bərabər nəyə? Bu da qaldı. Hamısı birin bərabər çünki. Onun görə hamısı qaldı. Hamısı birbirine bərabərdir. Hamısını k götürdüm. Şimdi bunu həlliyə y tapaq. 3'ü k'ya vursam 3k bərabərdir bura. Y çıx 1'ə. Y tapsam 3k'nın üzerine 1 gələcəm. Çünki bu çıx 1 bərabərliyin içində olur plus 1. Yəni əksinə dəyişir. Y də qeyd edək. Y bərabərdir 3k plus 1'ə. Keçək Z axtaraq. Z hərfini. Dedik ki, burada yəni Z plus 2 bölünsün 4 bərabər nəyə? K'ya. Yəni çarpaz vururuq. Z plus 2 yəni bura bərabər 4 bölünsün K'ya. Bunu Z-ını tapsaq 4K'dan 2'ni çıxacaq. Bunu qeyd edək. Z bərabərdir 4K çıx 2. Bunları tapdıq. Bunları silirəm. Nə həlləyəcək? Bu ifadanın yerinə X, Y və Z-i qoyacaq. Yazıram. X'imiz bu ifadədə X'in yerinə yazacağım 2K çıx 1. 2K çıx 1. Yazıb üstə gəl. Yazdım üstə gəl. 3Y. Yəni 3 vurulsun Y nədir? 3K plus 1. 3 vurulsun bax burada. Y-in əvəzinə nə yazsam elə bu ifadəni 3K plus 1. Yazıram 3K plus 1. Bağladım mötərizəni. Bir də orada çıxaq var. Çıxılsın. 2 vuraq. Z-dən 4K çıx 2. 4K çıx 2. Şimdi beraber neye? 12'ye. Burada 2K çıx 1 olduğu kimi qalır. Olduğu kimi yazıram. Tənliyi həll edək. Üstə gəl. Şimdi bu çördəki 3'ü vuram 3K'ya. Deyəcək 9K. Bu üstə gəl yazıram. 3 vur 1. Neyir 3? Şimdi çıxılsın. 2'ni 4K'ya vurum. Neçəyə? 8K. Sonra buradan da bu 2'ni vuracağım bu 2'ye. İkisinin qarşılığı çıxaq var deyə. Yəni bu mənfi 2'dir, bu da mənfi 2'dir. Mənfi 2 vururum, müsbət 4. Yəni bu 2'ni vursam bu 2'ye 4. Həm burada çıxaq var, həm burada çıxaq var deyə bu toplama deməkdir. Yəni 5-ci sinif üçün belə deyirəm. Normalda mənfi 2 vururum, mənfi 2 müsbət 4 plus 4. Bərabər nəyə? 12'ye. Şimdi 2K, 9K, 8K. 2K'nın 9K artımdır. Eğer 11K artım. Çıxılsın 8K. Necə K qaldı? 3K. Deməli 3K qaldı. K'ların üstə xətti K'ları islah etdik. Sonda 3K qaldı. Ədədlərimizə baxaq. Bax, burada çıx 1 var. Plus 3 var. 1 artım 3. Yox, 1 azalma 3 artım. Nə deməkdir? Elə 2 artım deməkdir. Və ya da bu 3-dən bu 4 olsaq 7. Çıxıram bu 1'ə eyni 6. 6 bərabər nəyə? 12'ye. Yəni mənfi 1 ilə 3'ü toplayanda müsbət 3 toplayanda müsbət 2, müsbət 2'nin üzərində müsbət 4 gəlində müsbət 6 bərabər 12'ye.
3K ilə bərabər 6-nı keçirim bu tərəfə. O zaman 12 çıxaldı. 3K bərabər 6. K da bərabər 6-nı çöbəzim 2. K-nı 2 tapdıq. Bu lazım. İndi burada K-nı qeyd edin. K bərabər 2. X axtarıq. Biz indi X-nin de X neçədir? X nə idi burada? 2K çıx 1 idi. O zaman K-nı aparıb yerinə qoyacağım. 2. K çıx 1 idi. 2. Burasın K-nın yerinə 2'ni yazdım. Çünki K 2'dir. Çıxılsın. Bu 1. Burada 4 çıx 1. Bərabər 3 olur. Cavabımız B variantı. Keçək 13-cü suala. 13-cü sualda yuxarıda eyni düzbucaqları ibarət. Yəni eyni düzbucaq, yəni eni və uzunluğu eynidir anlamına gəlir hamısının. Bir fiqur yaradılmışdır. Düzbucağın kənar uzunluqları tam ədədlərdir. Yəni bu uzunluğuna eni tam ədəddir. Kəsr ola bilməz. H hündürlüyü, yəni ümumi hündürlüyü bura. Nə deyir? 100 metrdən böyük olduğuna görə, yəni H böyükdür 100-dən. H ən az neçəyə bərabərdir? İndi əvvəlcə bura x qoyaq. N-ini x qoyacağım. Uzunluğunu y yazıram. Bura uzunluğu. Burada x, burada x. Bu tərəfdəndir. Buradan uzunluqda eynidir. Y, x. Bu tərəfdən baxsaq, 2 dənə y plus x var. Yəni bu hündürlük elə 2 plus x elə bu tərəfin hündürlüyünə bərabərdir. Bu tərəfin hündürlüyü nədir? Bunu biraz aralı yazım burada. Burada neçə x var? Bu tərəfdə 3 dənə x, 2 dənə x, 5 dənə x. Üstəcə bir dənə y. Yəni eyni hündürlükdə ona görə bərabərliklərini qurdum. Bu tərəfdən baxanda bu cürdür, bu tərəfdən də baxanda bu cürdür. İkisi də eyni hündürlük olduğu üçün bərabərləşdirdim. İndi x-i bu tərəfə keçəcəm. Olacaq 5x çıx 2x bərabərdir. Bu 2y-də burada saxlayıram. Bu y-də keçirəm bu tərəfə. Plusdur. Olacaq çıxaq y. 2 dənə y-dən bir dənə y çıxsaq, necək y bərabərdir. 5 dənə x-dən bir dənə x çıxsaq 4x. Deməli bir dənə y-imiz 4x imiş. Bunu tax buraları silirəm. Burada qeyd aparım. Y bərabər 4x, bu da bərabər 4x. Və buradakı y də bərabər 4x. Həqiqətən indi baxası olsaq, 4x, 4x, 1x, cəmi necə 9x. Deməli bu h-ımız bərabər 9x-ə, o da böyükdür 100-dən. Bura baxsaq, bu tərəfdən. 3x, 4x, 7, 2, 9x. Şimdi bu bərabərliyi həll edəcək. O zaman x də böyük olur 100 bölünsün 9-dan. 100 bölü 9. Bu nə deməkdir? X böyükdür. 109'a bölsək 11 tam 9'da 1 eğir. X 11 tam 9'dan 1 eğir. Bizə də hündürlük ən az olsun deyir. Hündürlüyümüzlə biz 9x tapmışdıq. Buranın ümumi. Bayaq yazmışdıq 9x. Buranın ən kiçik olsun, x ən kiçik seçəcək. Bu da 11 tam 9'da 1'dən böyük olan ən kiçik tabanı hansıdır? Tam ədəd seçəcək. Çünki demiş ki, düzbucağının kənar uzunluqları tamdır. N x'dir. Yəni buradakı x n'imizdir. Buranın ən azınsı götürük. 11,9'dan 1'dən böyük olan ən böyük tam ədəd, ən böyükdən ən kiçik tam ədəd 12'dir. Deməli x bərabər 12'dir. O zaman hündürlüyümüz də 9x idi.
H. 100'dən də böyükdür. O zaman 9'u vuracağım 12'ye çünkü x'i tapdıq. 12 tapdıq. Buradakı şərtimizə əsasən. Həngisi 12. O zaman bu da 108. Həqiqətən də 108 100'dən böyükdür. Cavabımız B variantı oldu. Keçir 14-cü suala. Bir malın alış qiyməti A manat, satış qiyməti B manatdır. A bölünsün B və 3'də 2 olduğuna görə bu malın satışından neçə faiz qazanc əldə edilər? Biz deməli A alışdır, yəni 2'dir. Alış qiymətimiz A bərabər 2'dir. B isə satış qiymətimiz B bərabər 3'dür. Ya buraya 2K, 3K da yaza bilərik. 2K manat, 3K manat. Ya 2 manat, 3 manat yaza bilərik. Çünki bura 2'nin 3'ə nisbətindədir. Sadəcə burada İmənlidə 2 olmaq məcburiyyətində deyirlər. 2 və 3'ün eyni misillər də ola bilər. Məsələn 2 misli. Yəni 6, 4 eyni şeydir. 4'ün 6'ını xıçır, yəni 3'də 2 eyir. Ona görə də burada 2'nin və 3'ün sürət məxrəcinin eynidə vurulması kimi baxsaq, hər ikisini K'ya vurmuş olaram eynidə. Yəni A 2K, B 3K'dır kimi baxa bilərik. Çünki ancaq 2 manat 3 manat olmaya bilər. 2 və 3'ün eyni ədədə misli də ola bilər. İndi biz alış qiymətinin deyəcək, yəni neçə faiz qazanc əldə etdiyimizi tapmaq üçün alışdan satış qiymətimizdən alışa çıxmalıyıq. Yəni satışımız 3K'dır, çıxıram, alışım 2K. Yəni 2K manat pul xərcləmişəm, 3K manata satmışam. Nə qədər qazanc əldə etmək üçün satdığım qiymətdən aldığım qiymət çıxmalıyam ki, mən nə qədər qazanc əldə etdim? K qədər, 1K qədər. İndi bu K gəlirim neçə faiz deməkdir? Bunu tapmaq üçün hər zaman gəliri bölürük alış qiymətinə, yəni satış qiymətinə yox. Çünki mənim gəlirim alış qiymətim üzərindən hesablanır. Mənə satış mənalı deyil. Alışım nə qədərdir ki, mən nə qədər pul xərcləmişəm ki, həmin xərclədiyim puldan da neçə faiz qazanc əldə etdiyimi tapmalı oluram. Nə qədər qazanc əldə etdiyimi tapmaq üçün. İndi, yəni, düsturumuz budur. Satış çıxılsın alış, bölünsün alış qiyməti. Bu faizi çəkmək üstündə 100%'ə vururuq. İndi yazıram. Satışımız 3K, çıxılsın 2K, alış 2K, vurulsun 100%. İndi buna bərabərdir. 3K'dan 2K'nı çıxsaq edir K. Burada da 2K'dır məxrəcdə. Vurulsun 100%. K ilə bu K ixtisar edir. 2 ilə bu 100 ixtisar edir. 50. Bərabər 50% gəlir. Yəni hər zaman nə qədər xeyir qazandım, nə qədər başqa bir hadisələr də ola bilər. İndi burada alış-satış üzərindən baxırıq. Hər zaman başlanğıcdan 2 ədəd çıxırıq. Yəni sonda məsəl üçün ağacın uzunluğundan danışır. Ağac əvvəlcə A metri idi, sonra müəyyən müddətdən sonra B metri oldu. Neçə faiz uzandı? Bunu tapmaq üçün son andakı uzunluğundan əvvəlcinin uzunluğu çıxıb əvvəlkinə bölürük. Yəni hər zaman məxrəcə əvvəlki qiyməti yazırıq. Məsələn, alış əvvəlki qiymətindir və ya uzunluqdan gəlsə əvvəlki uzunluq. Nədən gedirsə əvvəlki nədirsə, həmin o əvvəlki olan hər hansısa bir hadisə və ya obyekt nədirsə artıq onu surətdə yox, məxrəcə yazırıq. Sondan da əvvəl çıxıb bölürük əvvəlkinə faiz çirməsində 100%'ə vururuq. Nişanlı qalanın adını nə demək istəyirəm?
Keçirik indi 15-ci suala. 15-ci sualda 2 rəqəmli x ilə x rəqəminin hansıdır? Yəni x, y, 2 rəqəmli vurulsun x bərabər onun c, c, c. Bu biz c, c, c-ni mərtəbə qiymətlərini toplanış için göstərsək, bu c 3 rəqəmlərdir, c, c, c. O zaman birinci c təşkil deyə c'dir, ikinci qiyməti, yəni mərtəbə qiyməti. İkinci c onluqda olduğu üçün 10c-dir mərtəbə qiyməti. Üçüncü c 100'lükdə olduğu üçün qiyməti 100c-dir. Cəm eləyir 111c. 111c-ni sadə yoxla ayıraraq baxacaq görək. Bu x, y, z-dən, yəni bu c, c, c 3 rəqəmlərdir. Hansı 2 rəqəmlərdir ilə 1 rəqəmlərin hansının olduğunu tapmaq üçün 111c-ni sadə yoxla ayıracaq. 111 bölsək edir 37c. 37c-nin 37 bölsək edir c, c-yə bölün 1. Deməli 3 və 37 tapmış olacaq. Həqiqətən də 37 vurulsun 3 111. Baxın 1, 1, 1 elə c, c, c. Başlanğıcı ilə bu x-lə bu x-in eyni rəqəmdir. Yəni gördüyümüz kimi 3, bu da 3 eyni rəqəmdir. Demək ki alınır 37 vurulsun 3. O zaman x-imiz gördüyümüz kimi 3'tür. Y-imiz ikinci rəqəmimiz 7. C isə burada görürük 1'dir. Cəmi istəyir 3, 7, 10, 1, 11. Cavabımız B variantı. Keçək 16-cı suala. 16 sual deyir ki, Aycan məktəbində elm layihəsi üçün kiçik bir günəş paneli hazır. Günəş paneli buradır. Qırmızıladım yer. Deyir, təcrübə zamanı o panel üzərində istifad etdiyi mavi kvadrat, yəni mavi kvadratlar bunlardır. Şüşə sayı ilə panelə qoşulmuş ampulun, yəni bu ampul işıqdır. Yanma müddətinin bir-biri ilə düz mütənsib olduğunu aşkar edir. Yəni burada 5-ci sırlar üçün düz mütənsib sözü bir şeylər aydın olmaya bilər. Yəni düz mütənsib bir kəmiyyət azalır, digəri də azalır, bir kəmiyyət artan, digəri artar. Yəni mənim bu günəş panelindəki bu şüşələrin nə qədər çox enerji istisas edirsə günəşdən, o qədər çox işıq yanır, anlamına gəlir. Yəni bunu bilməsəniz də yaza bilərsiniz. Bura baxaq görək. Birinci panelin içində mavi kvadrat şüşə var, 12 dənə. 12 dənəsi 540 dəqiqəlıq enerji verir. 540'ı bölürəm 12'yə. Bir dənəsinin 45 dəqiqə enerji verdiyini tapıram bir mavi şüşənin. Və ikincidə deyir ki, nə qədər dəqiqəlik enerji sərfi, yəni burada x axtarırıq. İkinci paneldə baxırıq, görürük ki, 8 dənə panel var. Panel deyəcəm, mavi şüşə var. Bir dənəsi 45 isə 845'e böləcəm, 360 dəqiqəlik enerji. Cavabımız D variantı. 17-ci suala baxırıq. 17-ci sual deyir ki, 4'ə bölünmüşdə qismət ilə qalığı bərabər olan bütün ədədlərin cəmi A-dır. 6 bölünmüşdə qismət ilə qalığı bərabər olan ədədlərin cəmi isə B-dir. Buna görə A, B çıxılsın. A fərqinin sadə bölənlərinin cəmi neçədir? Burada 4'ü bölünmüşdə qismət ilə qalığı eyni olsun deyir. Biz bu məsələyə qismət üzərindən yox, qalıq üzərindən baxacaq. Ki, qalığımız neçə qədər ola bilər? 4'ü bölmədə qalığımız maksimum 3'ə qədər olur. Yəni, qalıq 1, 2 və 3 olur. Bundan yuxarı bilməz. Demək ki, qismətimizlə qalıq eyni olmasını istəyirsə, 4'ü bölmədə qismət və qalıq 1 olacaq, 2 olacaq və 3 olacaq. Bu hansı halları mümkündür?
5'i 4'e böləndə həqiqətən 1 qalır. Sonra 10'u 4'e böləndə 2 qalır. 15'i 4'e böləndə 3 qalır. Qalığımız 4 ola bilmədiyi üçün elə burada dayanır yəni. Qalıq və qismətimiz eyni olması 3'e qədər gedir. İndi bu deyir ki, 4'e bölünsə qismət bərabər olan bu bütün ədədlərin, yəni bax 5'i 4'e bölünün qalıq və qismət 1 oldu, yəni eyni oldu. Yəni bu cür olan ədədlərin cəmini istəyir 5, 10 və 15. Cəmini çəyir 30. Yəni bu cəmlik A-mız deməli 30 oldu. B isə 6'ya bölünmüşdü alınan, 6'ya bölünmüşdü qalıq qismət eyni olan ədədlərin cəmini istəyir. Yəni 6'ya bölünmə də qalıq hara qədər gedə bilir? Maksimum 5'e qədər. Yəni qismət və qalığı 1 olması üçün 7'ni 6'ya böləcəm. Necək? 1 qalıq 1. Sonra bunları 7 artıracam. Sonra 14'dür. 6'ya böləcəm 2 qalıq çəkir. Sonra 21'i 6'ya böləcəm 3 qalıq 3 edir. Sonra 28'i 4'e 28'i 6'ya böləcəm 4 qalıq 4 edir. Və sonuncu 35'i 6'ya bölsək edir 5 qalıq 5. 6'ya bölmədə də qalıq 6 ola bilmədiyi üçün qismət və qalığı 6 olan ədəd tapmaq mümkün deyil. Çünki qalığı 6 ola bilmir. 6'ya bölmədə maksimum 5'e qədər var. İndi buradakı bu cür ədədlərin cəmini də B veribdir. Bu cür ədədlər hansılardır? Yəni 7'dir, 14, 21, 28, 35. Bunları toplasaq B alınacaq. Yəni B bərabər deyil. Toplayacaqsınız. Deyəcək 105. İndi bizə B çıxanı istəyir. 105'dən B 105 idi. Buradan yazalım. Çıxırsın A 30. 75. B çıxanın fərqinin sadə bölünlərin cəmini tapın. Fərqini, yəni 105'dən 30 çıxdırır. 75. Bunu sadə bölünləri tapmaq üçün sadə yoxlara ayırırıq. Deməli 75'in vuruqları 3 vur, 5 vur, 5'dir. Bunlar vuruqlar, vuruq. Sadə bölən o zaman 3'dən 5'dir. Yəni 75'in sadə bölənləri sadə vuruqlara ayıraraq buradan müxtəlif sadə vuruqları tapırıq. Müxtəlif sadə vuruqlarımız elə sadə bölənlərimizdir deməkdir. Deməli 3 və 5 bizim sadə bölənlərimizdir. Bunların cəmini istəyir. Edir 8. Keçirik 18-ci suala. 60 manata alınan bir məhsul 75 manata satılarsa x% qazanır. Əvvəlki bu sualımız var idi. 14-cü sual kimdir bu? Bax, yenə də satışdan alışı çıxıb böləcəm. Alış qiymətinə vuracam 100%-ki x tapım. Əvvəlcə alışımız 60 idi. Satış 75. 75'dən alışı çıxıram. Bölürəm alış qiyməti 60'a. Buram 100%, faizi çevirmək üçün. Bu da 75'dən 60 çıxar 15 edir. Bölünsün 60, vurulsun 100. 60'dan 15'i qısa gedir 1 bölü 4. K4'ünü 100'ü qısa gedir 25. Deməli x oldu 25. Şimdi sonra da alışım 60'dır. Satıcı 54, yəni ziyan 54'dən sondakı 54'dən 60 çıxıram. Mənfi 6 edir. Yəni burada bizə faiz mənfi olunur deyə fərqimiz yəni 6 oldu. Bölürəm alış qiymətinə, yəni 60'a. Faizi çevirmək üçün 100%-ə bölürəm. 60'ın 6 qısa gedir 1, 10, 10'un 100 qısa gedir 10. Deməli y-də oldu 10%. Necə x büyük y tap toplasaq 25 plus 10 35 cavab D variantı. Keçirik 19-cu suala. 19-cu sual deyir ki 8 cm-lik və 15 cm-lik qələmlərdən yetərli sayda var. Burada şəkil verilir.
Gördüyünüz kimi. Deyir ki, qələmlər aralarında boşluq qalmayacaq şəkildə görürsünüz, bu vaxt burada boşluq yoxdur. Tam bir-birinə bitişdirilib. Şəkildə yuxarıdakı kimi yerləşdirilmiş və eyni uzunluqda 2 sıra əmələ gəlmişdir. Mesela bu qısa qələmlərdir 8 cm-lik. Bunları da bitişdirib, bir ümumi uzunluq əmələ gətirib, buradan bura qədər. Bunları da bitişdirib, 15 cm-likləri də bitişdirib, ümumi bir uzunluq tapıb. Deyir ki, buna görə istifadə edən qələm sayı ən az nə qədərdir? Ən az olması üçün 8-15-in ək olduğunu tapmalıyıq. Çünki ümumi uzunluq həm 8 həm də 15-ə bölünən ən kiçik ədəd olmalıdır ki, qələmlərimizin sayı ən az olsun. Bizdən qələm sayı ən az olsun deyir burada. İndi 8-ə və 15-ə bölünən ən kiçik ədəd, yəni ək olduğumuz 120-dir. İndi baxaq görə 8 cm-lik qələmlərdən neçdən olsa 120 cm-yə 120-ni 8-ə bölürəm, 15 dənə tapıram. 15 dənə mavi qələm var. 120 cm ilə, indi bu 15 cm-liklər də ara-ara düzüb 120 alıbsa, neçə qələm olduğunu tapmaq üçün bir dənəsinin ölçüsünə bölürəm 120 ümumi uzunluğu. Burada ümumi uzunluğu 124 bir ən kiçik edər. 120-15 bölsəm 8 dənə də 15 cm-lik, yəni uzun qələm var. 15 bundan, 8 bundan cəmliçə qələmlər və ya qələm var 23 dənə, yəni cavab C variantı. Keçək indi sonuncu və 20-ci suala. 20-ci suala deyir ki, yuxarıdakı düzənəkdə, yəni düzənək belə bir şeydir. Qutuya hərflərlə adlandırılmış, məsələn, A qutusu, B qutusu, C qutusu, D, G, C, H. Üzüm düşürüb plancet. Bizə deyir ki, 1-dən 8-ə qədər, yəni bizə deyir ki, 1-dən 8-ə qədər olan rəqəmlər bir dəfə istifadə olunaraq həm yuxarıda aşağıya görünür, artmalıdır. Həm də sağdan solda bu istiqamətdə. Yəni belə artmalıdır. Doğru artan qayda qutulara yerləşdirilir. Artan sıradırsa, deməli, bura 100% yazıq. 100%'dir. Çünki belə də artırsa, ən böyük bura düşür. Belə də artırsa, ən böyük bura düşür. Deməli, 8 həmişə buradadır. İndi yerləşdirir. Məsələn, rəqəmlər sırası kimi yerləşdirə bilir. Yəni, misal göstərir ki, məsələn, belə düzdür. 2, 4, 5, 8, 1, 3, 6, 7, 8. İndi ki, A qutusu yerinə yaza biləcək rəqəmlərin cəmini tapır. A qutusular ən yuxarıdakı buradır. Buradakı əllə cəmi axtarasıyıq ki, A nə olur? İndi ən kiçiyinə qoya bilərəm. 1 qoya bilərəm. 1, 2, 3 və 8 yazıram. Bu tərəfə doğru da artırsa, deməli, əksinə geriyə doğru azalır. Yerinə qalıb 7, 6, 5, 4. Belə düzümlər, deməli, A 1 oldu. Məsələn, sonra 2 qoyuram, məsələn, ən başda. 2, 3, 4, 8. Yerinə qaldı 5, 6, 7, 6, 5, 1. Görüyoruz mu? Yəni, bu tərəfdə artır 1, 5, 6, 8. İndi digərlərini aşağı sistemi düzməyəcəm. Bizə əsas bura lazım. Deməli, A 2 oldu. İndi ən böyük nə ola bilər? Buna baxacaq. Ən böyük 5 olur. Niyə? Məsələn, 5-ə baxaq buradan. 5, 6, 7, burada 8 yazıram. Burada 4, 3, 2, 1 yaza bilirəm. Niyə 6 yaza bilirəm bura? Çünki bura 6 yazsam, o zaman 7 və 8 yazıram. O zaman bura boş qalmış o. Yəni 9 yoxdur, 1-dən 8-ə qədərdir. Artan sıradır, gördüyünüz kimi aşağı doğru. Deməli, mən boş yerə heç nə yaza bilmədiyim üçün bu A6 və ya
7, 8 olmaz. Maksimum 5, minimum da 1. Deməli, 1-dən 5-ə qədər A bütün ədədləri alır. 1, 2, 3, 4, 5. Bütün ədədləri ala bilir. Bunun cəmin istəyir. Cəm deyəcək 15. Cavab Y variantı. İzahımız bu qədər. Onu deyim ki, yenə təkrar vaxt deyim ki, bu videonun şərtlər bölməsinə lisey gimnaziya qəbul edəcək sualların və bu yazdığım sualların paylaşıldığı və video izahlarının paylaşıldığı Telegram və WhatsApp qrupu paylaşılacaq linkləri, həmin linklərə hər kəs tıklayaraq qoşula bilər. Bundan sonraki lisey və gimnaziya qəbul edəcək suallar paylaşacaq zaman ərzində. Bundan sonraki zaman ərzində lisey qəbula qədər. Bundan başqa yeni bir WhatsApp qrupunu da açacağım, müzakirə qrupu. Hər kəs həmin qrupa da daxil olaraq bilmədiyi suallar paylaşıraq. Digər qrupdakı şəxslərdən izahını istəyə bilər və yaxud da özümlə vaxt tapdıqca paylaşılmış sualların izahını sizlərlə paylaşmağa çalışacağım. Sizdən gələn sualları. Yəni, müzakirə qrupu hər kəs üçün açıqdır. Riyazi və riyazi məntiq sualları paylaşa bilərsiniz və bir-birinizə kömək edə bilərsiniz. Bundan başqa, müzakirə qrupunda başqa digər məsələlər haqqında, lisey və gimnaziyalarla başqa məsələlər də müzakirə edə bilərsiniz. Yəni, həmin qrupda mesajlaşma açıq qalacaq. Digər WhatsApp qrupunda ancaq PDF paylaşılır və video izahlar paylaşılır. Yəni, bəzi insanlar üçün mesajlar açıq olarkən narahatlıq törətdiyi üçün həmin o qrupda mesajlaşmanı dayandırmışam. Yalnız özüm paylaşım edirəm sualları və ya onların izahlarını. Yəni, bu da həftədə bir neçə dəfə baş verir. Yəni, bu çox da narahat etmir o WhatsApp qrupunda olan şəxsləri. Ancaq müzakirə qrupunu açıq saxlayacağım. Yəni, istəyən qrupda qala bilər, istəyən istədiyi vaxt daxil olub çıxara bilər. Çünki müzakirə qrupu aktiv olacağı üçün gün ərzində yəni mesaj gələrkən yəni səs çıxır və o sizləri narahat etmiş ola bilər. Yəni bu da sizin öz istədiyinizdir. Qala bilərsiniz, qalmaya bilərsiniz. Həmin müzakirə qrupunu da paylaşacağım linklərdə. İzahımız bu qədər. İnşallah yenə deyirəm, lisey və gimnaziya qəbul edəcək sualların paylaşacağım, həmin izahlarını paylaşacağım, aktiv bir şəkildə olmağa çalışacağım. Sizlər də aktiv olaraq YouTube kanalımızın 5K olmasına kömək edə bilərsiniz. Abunə olmayanlar abunə olsun və digər istədiyiniz şəxslərlə də paylaşa bilərsiniz. YouTube kanalımızın linkini, Telegram linkimi də və WhatsApp qrupu linklərimi də hər kəslə paylaşa bilərsiniz. Hər kəs üçün açıqdır. Video izahda paylaşacağım Telegram, WhatsApp və digər WhatsApp qrupu linkləri YouTube-unu da hər kəslə paylaşa bilərsiniz. 5K olmağa çalışaq ki, mən də aktiv bir şəkildə paylaşımlar edim və izahlarını paylaşım. Sağ olun, təşəkkür edirəm və neçə nəfər olduğumuzu bilmək üçün və kimlərin izlədiyini, neçə nəfərin izlədiyini bilməmiz üçün hər kəs videonu izlədikdən sonra şərhlərə mavi və ya yaşıl ürək ata bilər. Sağ olun, təşəkkür edirəm.